Və ən əsas mühüm məsələ budur ki, mübarək Ramazan ayı gətirdiyi o hədiyyələri, yəni rəhməti, bərəkəti, məğfirəti biz yaşada bilək, saxlaya bilək. Çünki Allah Taala Allah özünü tanıtdırır bu ayda. Kətəbə əla nəfsihər rəhmə. Allah özünə rəhməti vacib eləyib, mərhəməti vacib eləyib. Bir yerdə buyurur ki, fənzur ilə asarı rəhmətillah. Allahın rəhmət əsərinə baxın. Bir yerdə ki, Allahın rəhmətinin əsəri qala bir. Demir Allahın rəhmətinə baxın. Rəhmətinin izinə baxın, əsərinə baxın. Allahın rəhmətinin əsəri nədir? Elə mübarək Ramazan ayında. Əgər bu əsərləri mən bu gün yaşaya bilmişəmsə, o bir filosofun qəşəng bir sözüdür ki, mübarək Ramazan ayı gedəndən sonra başlayır. Yəni nə mərhəmət qazanmısansa, rəhmət qazanmısansa, nə qazanmısansa, ondan sonra saxlayasan. Namaz qılmaq qılandan sonra başlayır. Bu hökmlərə həccə gedirsən, əvvəl başlamır, həcdən gələndən sonra başlayır. Ki, bu əməlləri insan yerinə yetirib və saxlaya bilər mübarək Ramazan ayının sonuna qədər. Allahın rəhmətinin əsərini biz mübarək ayda az da olsa öz tutumumuz qədərində hiss elədik. O hissi, əsəri, izi saxlaya bilək, yaşada bilək. Allah mübarək Ramazan ayından bizləri əli boş çıxartmasın inşallah.